herkes bu müstakilliği korumak için sadık olmalıdır. Ve öz şahsi menafeini milli menafeden aşağıda tutmalıdır. Milli menafei, devlet menafei her şeyden üstün olmalıdır. Bizim siyasetimiz bir mənalıdır. Bizim siyasetimiz situativ değil. Bizim siyasetimiz ədalətlidir və sözümüzlə əməlimiz arasında fərq yoxdur. Və mən öz sözümü bütün auditoriyalarda deyirəm. Mənim üçün bir mövzu Azərbaycanda, bir mövzu xaricdə anlayışı yoxdur. Mövqe var, mövqe olmalıdır. Hər bir məsələ ilə bağlı və bu mövqeni mən müdafiə edirəm. Kimin xoşuna gəlir, gəlir. Kimin xoşuna gəlmir, özü bilər. Bizi istəməyə bilərlər. Məhz bax bu hərəkətlərimizə görə, bu müstəqil siyasətimizə görə. Amma bizə hörmət edirlər. Bunu da mən dəfələrlə görmüşəm. Bugün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Və əminəm ki, bu müstəqillik və inkişaf yolu ilə biz bundan sonra gedəcəyik və bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.